Necə ki, Şeyxülislam İbn Teymiyyə rahmetullah buyurur ki, iki şey olmadan heç zaman heç bir əməl qəbul olmaz. Onlardan birincisi, möhtərəm qardaşlar, ixlasdır, hansı ki, etdiyimiz bütün əməllər Allah üçün olmalıdır. Və ikincisi də, etdiyimiz bütün əməllər Allah Resulü sallallahu aleyhi və səlləmin sünnəsinə müvafiq olmalıdır. Və ixlasın çox böyük səmərələri var. Onlardan birincisi, Allah Subhanahu və Teala'nın yanında insanın mənziləsini ucaldır. Və bunun Allaha yaxın olmasının ən böyük səbəblərindəndir. Və əməllərin qəbulu üçün ən birinci şərtdir, möhtərəm qardaşlar. Hər bir mömin, hər bir müsəlman istəyir ki, etdiyi əməllər Allah qatında qəbul olunsun. Hətta sahabələr deyərdilər ki, bilsəydik ki, hansısa əməlimiz qəbul olub, Allaha qovuşmaq istəyərdik. Yəni, əməllərin qəbulu çox önəmlidir. Və hər kəs əməl edir və o əməlin qəbul olub olmamasını yalnız Allah bilir.